Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə ev üsulu biskvit tortu hazır edəcəyik. Yumurtanın ağını sarısından ayırırıq 5 ədədini. Sonra mikserlə yaxşıca qarışdıracağıq. Üzərinə bir stəkan şəkər tozu əlavə edib mikserlə ağırına qədər qarışdıracağıq. Sonra bir vanil, bir qabartma da əlavə edəcəyik bu qarışımın içərisinə. Əlimizi saxlamadan, yəni mikseri dayandırmırıq. Üzərinə 4 xörək qaşığı qaynar su əlavə edirik. Gördüyünüz kimi burada qarışdırırıq yenə. Üzərinə 1 stəkan, 200 ml stəkan ölçüsüdə un əlavə edirik. Bir-birinə qatandan sonra keçirik yumurtanın ağını açmağa. Artıq yumurta da ağı da hazırdır. Qarışdırırıq o birisi qarışıma. Elə qarışdırmalıyıq ki, sönməsin yumurtanın ağı. Yəni çox belə əzmirik. Qabımızı yağlayırıq. Mən əvvəlcədən sobamızı isitmişəm. Mənim sobam 200 dərəcədə temperaturda yaxşı bişirir. Sizin öz sobanızdan asılıdır. Azaldıb və çoxalda bilərsiniz. Yaxşı yağladıqdan sonra qarışımı tökürük qabın üzərinə. Qarışımı tökdükdən sonra əlimizlə fırladırıq ki, hər bir tərəfinə eyni bərabərlikdə tökülsün. Sonra qoyuruq sobamıza 20 dəqiqə ağzına çalışırıq, açmırıq. Sonra çubuqla yoxlayırıq bişib pişməməsini. Görürsünüz, burada çox gözəl şişib. Keçirik kremini hazırlamağa. Kremi üçün 250 qram yağ, ev temperaturunda olan yaxşıca mikserlə qarışdırıb, üzərinə bir banka qatlaşdırılmış süd əlavə edib, onu da yaxşıca qarışdırırıq. İçində topa şəkilli qalmamalıdır. Görürsünüz, kremimiz artıq hazırdır. Keçirik tortumuzu hazırlamağa. Əvvəlcədən mən mürəbbə suyu ilə islatmışam. Kremimizi tökürük yaxşıcana hər tərəfinə yayırıq.
Tortun arası üçün mən damla şokoladından istifadə edirəm. Siz nə istəsəz arasına qata bilərsiniz. Üzərinə ev usulü şokolad sosu bişirmişəm, onu tökürəm. Bunun reseptini sizə ayrıca bir dəfə bişirib hazır eləyib çəkib göstərəcəm. Artıq üzərini də qoydum. İndi keçirik üst hissəsini kremləməyə. Artıq üzərini tam kremlədim. Gördüyünüz formada. Üzərini necə istəyirsinizsə o formada da bəzəyə bilərsiniz. Mən üzərində qıraqlarından çıxan ovuntularla qıraqlarını bəzədim. Üzərini isə hazır elədim sosdan töküb bəzəyəcəm. Mənim tortum bu formadadır. Gördüyünüz kimi. Soyuducuya qoyanda isə özünü tam tutacaq. İstədiyiniz formada qalacaq. Artıq mənim ev usulü biskvit tortum hazırdır. Çox gözəl tort alındı. Belə videoların davamı gəlməsini istəyirsinizsə, videolarımı bəyənməyi, abunə olmağı və zəng işarəsini açmağı unutmayın. Videolarımı bəyənən, zəng işarəsini açan, kanalıma abunə olan hər kəsə təşəkkür edirəm. Hələlik.